İtin macərası, qəlbdəki dostluq uzaq bir kəndin dardaş küçələrində, səmimi evlərin arasında və yaşlı ağacların kölgəsində itlər və insanlar arasında əbədi dostluq nağılı danışılırdı. Bu kənddə hər kəsin ürəyində xüsusi bir yer tutan, əfsanələrə, ənənələrə və keçmişin xatirələrinə bağlı olan bir it yaşayırdı. Onun adı Şirin idi. Şirin yalnız bir it değildi, o, kəndin sevilən dostu, uşaqların gülüşündə, yaşlıların xatirəsində, gənclərin ümidində yaşayan, insanlara qəlbdə dərin izlər buraxan əsl qəhrəmandı. Şirinin uşaqlıq illəri kəndin ən küncündə dar küçələrdə keçdi. Onun yumşaq tükləri, parlaq gözləri və səmimi mırıltıları hər kəsin qəlbində bir işıq kimi parıldayırdı. Kəndin hər kəsi onunla oynayır, onu sevir və onunla danışırdı. Uşaqlar Şirinə bizim qardaşımız deyirdi, yaşlılar isə onunla keçmiş günləri xatırlayır, gənclər isə onun azad və sədaqətli ruhundan ilham alırdılar. Lakin həyat asan değildi. Zaman keçdikcə kənddə iqtisadi çətinliklər, quraqlıq və sosial dəyişikliklər baş verdi. İnsanlar arasında fikir ayrılıqları, ümidlərin solması və kədərin artması kəndin ruhunu yavaş-yavaş zədələyirdi. Şirin isə hər zaman olduğu kimi hər kədərin, hər itkin arxasında doğan ümidin sədasını eşidirdi. O, kəndin küçələrində gəzərkən quşların nəğməsində, küləyin pıçıltısında və axan çayın sədasında həyatın əsl mənasını, sevgi və dostluğun dərinliyini hiss edirdi. Bir gün Şirin kəndin kənarında yerləşən böyük və unudulmuş bir parkın yaxınlığında qəribə bir səs eşitdi. O, heç vaxt daha əvvəl bu yerdə olmamış kimi maraqlandı və instinktiv olaraq o səsin izini tapmaq üçün yola düşdü. Parkın geniş sahəsində köhnə oyma daşlardan ibarət bir çeşmə vardı. Çeşmədən axan su nəm torpağın qoxusunu və min illik nağılların sədasını daşıyırdı. Şirin çeşmənin yanında dayanıb, suyun üzərində əks olunan hər bir damcadan sanki bir hekayə eşitdi. O, sanki suyun hər bir notasında, hər çətinliyin arxasında yeni bir başlanğıc var, hər kədərin sonunda ümid doğar deyən bir mesaj aldı. O gün Şirin yalnız çeşmənin sədasını eşitmədi, o, parkın hər küncündə dolaşdı, burada yaşayan digər itlərlə, kiçik heyvanlarla və hətta bəzən insanlarla qarşılaşdı. Hər bir qarşılaşma onun ruhuna yeni bir dərs, yeni bir ümid bəxş etdi. Məsələn, parkda yaşayan yaşlı bir it, Qocaya adlanan Şirinə dedi, ey gənc dostum, həyat təkcə sevinç dolu anlardan ibarət deyil. Hər itki, hər kədər, bunlar sənin ruhunun qanadlarıdır. Biz yalnız bu qanadları açaraq hər çətinliyi sevgi və inamla aşarıq. Unutma, qəlbindəki səs həmişə sənə doğru yolu göstərər. Bu sözlər Şirinin ürəyində dərin izlər buraxdı. O, yalnız bir it değildi, o, kəndin qəlbindən insanların ürəyində yaşamağa davam edən əbədi ümidin simvoluna çevrilmişdi. Şirin hər dəfə quyruğunu yavaş-yavaş sallayaraq və mırıltılarını nəcib tonda çıxararaq kəndin hər küncünə, hər evə öz sədasının, dostluq və sevgi mesajını daşıyırdı. Günlər keçdikcə kənddəki çətinliklər və kədər yavaş-yavaş azalmağa başladı. İnsanlar Şirinin səmimi və azad ruhundan ilhamlanaraq bir-biri ilə daha çox söhbət etməyə, problemləri birlikdə aşmağa başladılar. Kəndin mərkəzində ulduzların parlaqlığı altında toplaşan ailələr keçmişin xatirələrini yad edir, yeni ümidlər yaradırdılar. Şirinin hər hərəkəti, hər mırıltısı insanlara sevgi və ümid bəxş edir, onların qəlbindəki səsi canlandırırdı. Bir gün kəndin ən gənc müəllimi olan Elman Şirinin hekayəsindən ilhamlanaraq kənddə böyük bir tədbir təşkil etdi. Məktəbdə, kənd meydanında və hətta evlərin divarlarında Şirinin və onun gətirdiyi ümid sədalarının hekayələri danışılırdı. Elman gənclərə və uşaqlara hər kəsin içində eşidilən o səs həyatın ən böyük sirridir. Biz yalnız öz iç səsimizi dinləsək, hər kədərin arxasında gizlənən dərsi anlaya və gələcəyin ümid dolu işığını qəlbimizdə daşıya bilərik deyərək insanlara öz iç səsini tapmaq üçün ilham verdi. Bu tədbirdən sonra kənddə böyük bir dəyişiklik başladı. İnsanlar artıq yalnız gündəlik işlərlə məşğul olmurdu, onlar öz hissəsini tapmağa, keçmişin hikmətindən ilham alaraq bir-biri ilə ümid dolu söhbətlər etməyə başladılar. Kəndin hər küncündə evlərin pəncərələrindən sızan işıq, ailələrin bir araya gəldiyi gecələr və meydanda toplaşan insanların səmimi danışdıqları hekayələr kəndin yeni ümid dolu ruhunu əks etdirirdi. Şirinin sədası kəndin hər kəsinin ürəyində dərin izlər buraxdı. Uşaqlar onunla oynayır, onunla qaçır, ona bizim qardaşımız deyirdilər. Gənclər onun sərbəst və azad ruhundan ilhamlanaraq öz həyatlarında yeni ümidlər, yeni başlanğıclar yaratmaq üçün çalışırdılar.
Yaşlılar isə keçmişin xatirələrini və şirinin gətirdiyi ümid dolu mesajları xatırlayır, onlardan öyrənirdilər. Bir neçə ay sonra Elman Şirinin hekayəsindən və kəndin dəyişən ruhundan ilhamlanaraq Ümidin ruhu, dostluq və qəhrəmanlıq nağılı adlı bir kitab yazdı. Kitabda o, yalnız Şirinin sərbəst uçuşunu və kəndin ruhunu necə dəyişdirdiyini deyil, həm də hər kəsin öz içində tapdığı, bəzən susqun, bəzən coşqun olan o səsi, həyatın, sevginin və ümidin necə əbədi bir melodiyaya çevrildiyini təsvir etdi. Kitabın səhifələrində oxuculara həyatın hər çətinliyinin, hər kədərin arxasında gizlənən dərsin və hər itkidən sonra doğan yeni ümidin əhəmiyyəti vurğulandı. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə böyük maraq və sevinc oyandı. İnsanlar kitabın hər bir notunda öz həyatlarından bir parça tapır, keçmişin kədərindən sonra doğan ümid və yeni başlanğıcları hiss edirdilər. Məktəblərdə, ictimai toplantılarda və ailə yığıncaqlarında bu kitab tez-tez müzakirə olunurdu. Hər kəs artıq qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbindəki səsi eşidərək həyatın əsl mənasını tapmağa və hər kədərin arxasında doğan yeni ümid dolu mesajı öyrənməyə can atırdı. Bu hekayə ümidin ruhu, dostluq və qəhrəmanlıq nağılı yalnız Şirinin fərdi macərasını və kəndin dəyişən ruhunu əks etdirmir, o, həm də bütün bir cəmiyyətin, hər kəsin öz içində gizlənən, bəzən susqun, bəzən coşqun olan o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz, hər kəs, qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbimizin səsini dinlədikcə həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək öz nağıllarımızı və əbədi macəramızı yazırıq. Bu bizim əbədi səyahətimizdir. Hər kədərin, hər itkin arxasında doğan yeni bir ümid, hər çətinliyin sonunda parlaq bir başlanğıc bəxş edən, dərin hikmətin, unudulmuş nağılların və öz hissəsinin əbədi melodiyasını daşıyan nağıldır. Həyatın ən böyük sirri yalnız yaşadığımız anlarda deyil, həm də o anların içində gizlənən dərin səs və ümidlərdədir. Biz yalnız ona qulaq asdıqca hər kədərin, hər itkin arxasında yeni bir ümid doğar və həyatın əsl mənası, sevgi, inan və ümid bizə əbədi işıq saçar. İndi ulduzların parlaqlığı altında hər kəs öz hissəsini eşitsin, çünki hər addımda, hər dalğanın sədasında, hər qəlbdə doğan o ümid bizim gələcəyimizi daha parlaq və mənalı edəcək. Bu, bizim bütün bir cəmiyyətin və hər kəsin öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edən əbədi macəramızdır.